Deyir Peyğəmbər, sizə xəbər verimmi ən ziyankar adamlar kimlərdir? Ən ziyankar, ən pis adamlar kimlərdir? Kimlərdir? Cinayətkarlar? Xeyr. Araq içən, oğurluq eləyən? Xeyr, bunlar deyil. Bəs kimlərdir? Xəbər verimmi ən ziyankarlar kimlərdir? Buyurur. Allah'ın sözüdür bu. Əllezîne zəlle sa'yuhum fil hayatid dunya və hum yahsabun ennehum yuhsinun sun'a. O kəslər ki, səhv işlər görür. Azğındılar, amma elə düşünürlər ki, yaxşı iş görürlər. Bundan bir bədbəxt adam yoxdur. Bundan ziyankar yoxdur. Bir adam var, cinayətkardır, azğındır, bilir ki azğındır, bilir ki səhvdir. Deyir inşallah bunun ölənlərinə rəhmət. Bu cinayətkarın ölənlərinə rəhmət. Vay o gündən zehniyyət xarab olub, səhvdir, elə bilir ki düzdür. Elə bilir ki düzdür. Və başa salırsan anlamaq istəmir. Buyurur, Quran buyurur ki ən ziyankar adamlar bunlardır. Pis iş görənlər ən pis adam deyirlər. Pis idi, başa düşər, yaxşı olar. Pis iş görüb, pis işini yaxşı sayan və sözündən dönməyən adamlar ən bədbəxt adamlardır. Ən pis adamlardır Quran buyurur. Allah göstərməsin, ən təhlükəli adamdır, din libasında olsa, din qiyafəsində olsa hamısından təhlükəlidir. Bu insanlar ki azğındılar, özlərini düz bilirlər, birdən Allah eləməsin, dindar olsalar bu insanlar, din libasına bürünsələr, ən təhlükəli insanlardır dünyada. Heç nə ilə bacarmaq olmur, heç cür. Və belə insanlar